Yeni aldıklarıma inanabilmeyeceksiniz. Neyse, sizi çok gözletmeden game'lerden başlayaq. Hardan? Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugünkü heyecanımın sebebi Timur üçün yeni aldıklarımdır. Ama bunu sadece yeni aldığım game'ler şeklinde eləməyi düşünmürəm. Çünkü sadece game almamışım ama bunu 2 günlük vlog şeklinde eləyəcəm. Hal-hazırda axşam saat, bir deyim sizə saatı, hal-hazırda axşam saat 20:00, yəni 8-dir və mən də vlogu başlatdım. Çünki Timur bilirsiniz ki 9-da yatır və 6-da durur, yəni 6-da ikimiz də dururuq. Elə isə başlayaq vlogumuza. Timur'a aldıqlarımı göstərmə əvvəlcə, sonra normal həmişəki rutinimizi çəkək. Sabah səhər də davam edəcək bu vlog. Çünki 2 günlük vlogumuzdur. Əvvəldən bizi izləyənlər bilir ki, biz 2 günlük vlogları çox sevirik. Çünki bol-bol doya-doya sizinlə bir yerdə oluruq və eyni zamanda sizin də sevəcəyinizi düşünürəm. Yenilər üçün isə kısa 2 günlük vlogda neler olacağını bir size deyim. İlk önce Timur üçün aldıklarımı size göstereceğim. Tripodun işığı ilə nə qədər artıq işıqlı eləyə o kadar eləyirəm. Yeni aldıklarımı göstereceğim size. Ondan sonra Timur'dan normal rutinini çəkəcəyik və səhər olacaq. Səhər parka aparmaq düşünürəm. Təbii ki, dura bilsəm mən. Durmaq məsələsi deyil də daha çox halım olsa. Baxın, bugün çıxartmaq istəyirdim amma inanın elə halım yox idi ki, yəni çox zorla. Hətta Timur'a burada oynattım, yəni qoydum bura öz-özünə oynadım. Çünki heç halım yox idi durmağa. Olsun yəni. Elə isə gedim aldıqlarımı gətirim. Əvvəlcədən bildirmək istəyirəm ki, onlayn alış-veriş etdim və gələnlərin hamısının bu gün sizlərlə bir yerdə Timur'a geyindirmək üçün yudum. Bilirsiniz ki, uşaqlara olmaz, yəni ümumən aldıqlarım yuma etiketlərini çıxartdım, elədim. Qəşəngcə uşaq paraşoku ilə yudum və bu şəkildə qoydum hamısını. Dedim elə isə vlogumuza başlayaq. Yəni artıq bugün qurudu və mən də sizə göstərmək istəyirəm. Her şeyden evvel bu qıraqdakılarla başlayayım, ondan sonra başlayaq game'lərə. Çünki game'imizin yetəri qədər çox olduğunu düşünürəm. Neyse, buradan başlayayım. 3 ədəd pampers almışam. Pampersim evdə var idi, olmasına rağmen də 3 ədəd almaq istədim, yəni əlavə olsun deyə. Daha sonra Timur'un süməsi bitdi və axır vaxtlarla yemirdi. Hətta nanın qabları orada da durur, ikisi prenan idi, ondan sonra da optinan. Onları yeməməyə başladı. Və pediatrımın məsləhəti ilə, eyni zamanda nənəmin məsləhəti ilə, nənəm də uşaq həkimidir bildiyiniz kimi, frisolog qolda keçdim 2 nömrəsinə. Bunu verəcəyik Timur'a bir müddətdə. Baxın bunun şeyi necədir, teksturası. Qaşığı çox balaca və şirindir həqiqətən. Bunu verəcəyik Timur'a, baxaq görək. Neyse, sizi çok gözletmeden game'lerden başlayaq. Hardan başlayaq bilmirəm. Buradan başlayaq. Bunu belə çəkim hamısını. Bir dəqiqə çəkə bilmədim. Bundan başlayıram. Bu şəkildə bir altdır. Bir dəqiqə belə pis görünür. Belə daha yaxşı görünür rəngi. Çox yəni gözəl bir pijama altıdır. Baxın, çölə doğru tikişlidir. Bununla Timur üçün rahat olacağını düşündüm. Bu birincisi. Buna çok bayıldım. Daha sonra elə buradan başlayaq. Bu şekilde Winnie Puhlu əlləri əlcəyə çevrilen bir üstümüz var. Bunun həqiqətən şalvarının olmağını o kadar istəyərdim ki. Çünkü ben Winnie Puh'a həqiqətən çox bayılan bir insanım. Ama bunun altı yoxdur. İnşallah ki tapsam buna bir dənə Timur üçün uşaq mağazalarından baxacağım, yəni. Buna uyğun Winnie Puhlu bir dənə dəst alt, yəni şalvar almaq istəyirəm. Şalvar veya kofta, şalvar veya kalkotka fərqi yoxdur. Daha sonra I love you dad and mom yazılı. Bu şekilde əlləri bağlı bir köynəyimiz var. Bu çok sevdim. Bələk köynəyidir bu. Bir dənə var idi. Birinin bəzən elə olurdu, yetmirdi. Yay axşamlar çox lazım olur həqiqətən insana. Dedim ki, yəni biri azdı, birini də aldım və bunu aldım. Bunun da dəst şalvarını görmüşdüm daha əvvəllərdən. Almaq düşündüm. Sonra dedim ki, birdən yəni üstünü tapmaram qalsın. Çünki bu olan dəstimiz var, yataq örtüyü var. Onun üstünə qoyub şəkil çəkmək istəyirdim. İnşallah ki, bunu da altını tapanda alacağım və çəkilim eləyəcəm. Hər şeyin altı və üstünü almaq məcburiyyətinə qalırıq. Birdən tez əsas mövzunu sizin diqqətinizi çatdırmaq istəyirəm. Artıq bilirsiniz ki, yaydır və hər il yayda qış geyimləri, qışda isə yay geyimləri endirimdə olur. Mən bu endirimdən yararlanmaq məqsədi ilə çıxmışdım alış-verişə və həqiqətən çox gözəl yararlandım. Onlayn alış-veriş olmasına baxmayaraq çox yararlana bildim. Hətta siz də baxa bilərsiniz. Məncə qış geyimlərinə eləsə, yəni demək səbəbim isə bunu göstərməkdə idi. Baxın, bu çox qalın tulumdur. Bəzi axşamlar həqiqətən ev
qızmır. Ev isinsə belə Timur üçün çox soyuq olduğunu hiss edirdim, ağlayırdı, edirdim, adyala pükürdüm. Mən də ona görə bunu almaq istədim. Çox qalındı və burasına baxın, baratınki var. Bunu ilk başta mən çox bəyənməmişdim, amma anam bəyəndi və dedi ki, bunu Timur üçün alaq, çox yaraşacaq. İndi geyindirə bilməyəcəm, havalar çünki bilirsiniz ki, istidir. Ev belə o qədər istidir ki, mən danışanda tez-tez su içirəm, yəni oralarını sizə göstərməsəm də. Nəysə, bunu aldım. Çox sevdim bunu da. Mən çox həyecanlandığım üçün tez-tez dayandırıram, yəni. Bilmirəm nə qədər həyecanım hiss olunur, amma daha sonra dəst olaraq bu ikili papaqlar var idi. Biri koalalı bu şəkildə, kremalı rəngdə. Digəri isə mavi dovşanlı bu şəkildə dəst idi bunlar və görə-görməz təbii ki, bacımız aldı. Həqiqətən çox şirindilər. Bunlara baxın, bunun dovşanlarına, hələ bunun koalalarına. Bu arada artıq vloqlarımda daha səmimi olmağa çalışacağam çünki səmimilik izlənir. Yəni həqiqətən də mən də sizin kimi normal həyat sürən bir insanam. Ona görə də olduqca bax deyirəm, olduqca səmimi olmağa çalışacağam sizinlə. Buna çox bayıldım. Ayrı vaxt hisslərimin içində yaşayırdım. Yəni vloqda çox gözəldir və rəsmi olmağa çalışırdım, amma artıq rəsmiyyət yoxdur. Buna çox bayıldım. Hələ buna yay paxlara ay bayıldım. Buna götürüb bunlardan birini taxacağam gecə. Hələ ki bilmirəm yatanda. Olmazsa olmazım olan qısa qol boyçusu. Bunu öz normal qiymətini aldım. Onsuz hər yerdə boydular 3 4 manatdır, bəzən 1 və 2 manat ola bilər, endirimdə o da. Çox azallarda 1-2 manata boyda görürəm. Ondan isə keyfiyyətini təbii ki bəyənmirəm mən. Ancaq Türkiyənin pambıqlılarını aldığım üçün bu da yenə Türkiyənin pambıqlı bu şəkildə qolsuz boydisidir. Qolsuz olmamın yaxşı tərəfi isə Timura tez-tez altdan geyindirə bilməyimdir. Yəni qış geyimləri geyindirəndə bu şəkildə tulumların altından çox qəşəng görünür. Növbəti isə qollu. I love you dad and mom yazılan yenə çörək tikişli bu şəkildə bodydir. Buna da yenə çox bayıldım. Rəngləri, üstü xətt-xətt şırımları var. Hal-hazırda görünməsə də. İşıqdan dolayı səhər bunu sizə bir də göstərdim bəlkə. Buna da yenə bayıldım. Və ən sevdiyim bu ikili. İkili deyil, üçlü qaldı və ən çox bunu sevirəm. Bunun üçün ürəyim getdi də, yəni. Tək kəlməylə ürəyim getdi. Əlcəhlidir özündən. Çox sevdim. Əslində bu papağı, bir dəqiqə. Bu papağı buna dəst olaraq almaq istəyirdim və alarkən bu ikisinin dəst olduğuna mən fikir vermirəm. Yəni necə olub bilmirəm. Bəlkə də baxmışam sadəcə gözümdən yayınıb o an, amma bu ikisinin dəst olduğuna fikir vermirəm və bunu tək, yəni bunu dəst olaraq, bu ikisinə yəni dəst olaraq bunu sifariş edirəm. Bu isə yanına gələndə gördüm üzərinə yazılıb ikili. Daha sonra sayta girib baxdıqda ikili olduğunu görəndə də sevindim təbii ki. Çünki çox şirindir. Nəysə bunu buna dəst olaraq almışam. Bunlar tam bu havanın malıdır. Nə qalındı, nə şeydir. Çox nazikdir. Yəni tam bu havaların malıdır. Hətta axşamlar yatmadan qabaq geyindirə bilərəm. Çölə çıxardanda geyindirə bilərəm. Çölə onsuz da Timura səhərlər çıxardanda çölə uzun qollu paltarlar geyindirirəm. Daha çox uzun qollu, ayağı açıq olmasına diqqət edirəm. Çünki çox soyuq olur. Düşünün bəzən keçən həftə 6-da durub çıxmışdıq Çölə Timurla bir yerdə və mən özüm uzun qol geyinmişdim. Yəni Timura mən necə qısa qol geyindirə bilərəm. Onda Timurun altında qısa uzun qol geyindirmişdim. Yağış səhəri idi yəni. Hətta biz parkda da biraz yağışa tutulmuşduq. Nəysə, bir sözdən bu tuluma da bayıldım. Nisbətən incə olan Super Baby'nin yazılı Super Baby ayılı. Bu ayınlı soskam da var mənim. Əlləri yenə təbii ki də özündən əlcəkli. Bu arada son vaxtlar artıq özündən əlcəkli olmasına diqqət edirəm. Bu şəkildə bir tulumum var. Bunun fərqində odur ki, və ən sevdiyim özelliyi də odur ki, bunun baxın altında düymələri yoxdur. Yəni bez dəyişərkən bütöv çıxartmaq zorundasınız. Amma bunun bezini dəyişəndə altı çıxartmaq olur. Ona görə bunu çox sevdim. Gecələr belə şeylər geyindirirəm ki, duranda bir dənə altıma dəyişim. Tərli sonra boydunu dəyişirəm, o ayrı. Amma daha çox belə şeylər tərcih edirəm. Daha sonra da son olaraq zaten bu boy. Daha sonra isə üstündə fil, zebra və zürafə olan Zoo yazılı, Zoo Friends yazılı. Baby Tooth'un 3 aylıq boydisi var. Türkiyə baxın görürsünüz. Elimdə bütün geyimlər Türkiyənidir. Bunun mən 3 aylıq olduğu üçün Timura tam əyini olacağını düşünmədim. Timur 42 sant olduğu üçün anam dedi olar yəni. Maksimum bu sinsilər böyük gələcək amma olsun. Yəni yenə də buna bayıldım. Bəs siz hansını daha çox sevdiniz? Bunu tez yorumlara yazırsınız. Biz isə keçirik Timurun normal rutin sevməsi. Məsələn burada da bir dənə gedib pulqamı götürəcəm. Götürməyi sevməyəcəm çünki yetər qədər vloqumuz uzandı. Ən çox hansını bəyəndiniz? Acilən yorumlara yazırsınız yəni. Çünki fikriniz mənim üçün önəmlidir. İndi bunlardan birini geyindirməliyəm. Hansını geyindirim inan özümdə bilmirəm. Amma bundan kombin mi eləsəm? Bundan kombin eləyək. Baxın, kombini göstərəcəm axırda sizə. Timurun paltarlarını hələ yığışdırmamışam. Kombin səsizim oradan. Ona görə də yığışdırmadım yəni. Arxanın üstünə baxmayın. Həmişə çalışmışam ki, öz bilirsiniz, arxam səliqəli olsun, nə bilim, falan yer səliqəli olsun. Ona görə də mənim videolarım bəlkə də digərləri daha qısa müddətdə çəkərkən mən ən azı 2-3 saata bir videonu çəkirəm. Evdəkilərə deyil ki, yəni çox uzun sürəsə, amma elə biləcəyim sizin şey. Here we go. Bu game arasında qalmam sonra nəhayət ki qərar verə bildim. Mavi papağımız, mavi şalvarımız və I love you dad and mom yazılı bu üstüm. Və bunları Timura gedək bərabər geyindirək. Ya da bilmirəm, baxacağım indi vlogun sürəsi çox uzun olubsa geyindirib ondan sonra gələcəm.
Kızlar, hal-hazırda Timur yatdı. Elə mən də indi yatacağım. Onda üstünə bu şəkildə nazik bir adyalı örtəcəm. Çünki öz adyalı rayonda qalıbdı. Nəhayət ki, evdən çıxa bildik. Su da götürdüm özümə. Quşların səsini eşidin deyə musiqi falan qoymadım. Yəni qoymayacağım elit vaxtı. Bu arada su götürməyimin səbəb sadəcə Timuru gəzinti üçün çıxartmıram. Çünki məndə kortizol biraz yüksəkdir normaldan. Və bu normal deyil də, yəni onun kortizolunu düzənləmək lazımdır. Mən də düzənləmək üçün bir neçə yollara baxdım. En təbii yollardan biri de idman imiş. Yerimək səhər və idman. Mən də bunu yoxlamaq qərarına gəldim. Çünki dərmanlara hələ ki başlamamışıq. Başlamadan bu şəkildə öz-özümü düşürməyə çalışıram. Amma düşməsə, təbii ki dərmanlara da başlayacaq. Siz Allah bu mənzərəyə baxın. Dəyməzmi bu saatda durmağa? Yəni elə bildim ki, dağda hiss edirəm özümü həqiqətən. Çünki hava çox təmizdir. Heç kim yoxdur. Maşınlar falan full səssizlikdir. İnşallah ki parkda da heç kim olmaz və rahat bir şəkildə həm idmanımızı edib, həm balacamızı əyləndirə bilərik. Hələ çatmamışam amma çox yoruldum, yəni su ilə bərabər. Həm də Timurun ağırlığı. Digər günlərdə ola bilər Timuru götürməyim. Anam olsa oyaq olur bu saatlarda. Bizim evdə biraz hamı tez durur, yəni belə deyim. Mamam oyaqdır, yəni hal-hazırda da. Timuru qoya bilərdim amma dedim ki, çıxardım uşaq biraz nəfəs alsın. Bir dahaki səfərə inşallah Timuru qoymağı düşünürəm evdə. Sizə hər tutalı bu dəfə çəkməyə çalışıram bu yol. Baxın, normalda o qədər doğru ki, mən sizə heç nə çəkə bilmirəm. Hətta danışanda belə çox qəribə baxırlar, yəni asıq biraz. Demişdim artıq sizə videoların əvvəlində vlogun biraz səmimi olmaq lazımdır. Ona görə yəni hər kəs çox qəribə baxdığı üçün mən də biraz həm də olsun görə dedim Timuru indi çıxardım çölə. Yəni Timurda yerləyə də bilmirəm, heç bir şey edə bilmirəm. Belə çox yaxşı oldu. İnşallah park da boşdur və mən Timuru həqiqətən yerləyərəm, əylənərik. Timuru əslində uzun qol geydirəcəkdim. Sonra mamam dedi ki, qısa qol geyindir, uşaq şeydir, bişməsin falan. Yaxşı, qısa qol geyindirmişim. Evimiz tər soğuk olsa da buralar istidir artıq. Yolun yarısına gəlmiş yorulanlar bir barmaq qaldırın. Çox az qaldı parkın girişinə amma həqiqətən çox yoruldum. Daha çox isti. Yani səhər 6'da da bu kadar isti olmaz yani diye düşünürüm. Oy, parkın sakitçiliği. Bu arada artık her gün çalışacağım. 6'da durum ve baxaq görə kortizolunu düşürmə. Əgər nəticəsi sizə də maraqlısa yorumlara yazarsınız. Növbəti bir vlogumun içində deyərəm sizə də. Ama maraqlı deyilsə də heç yəni. Oy. Bu əyləncə yerini uzaqdan görən kimi Timurun çabalaması şakamı. Nəhayət gəldim, kameramı sol əlimdən tuturam. Biraz pis tutmuş ola bilərəm. Timur ən başdakı əyləncəkdə yerlənir. Bunlar, baxın, əvvəl bunun qabağı var idi, rahat yerləyirdim. Amma indi yıxılar qorxusu ilə gedək başda biraz yerlənsin. Mən də su içim. Daha sonra başlayacağım idman hərəkətlərinə. Oraların çəkəsi deyiləm hər halda. Çəkmərəm deyə düşünürəm, amma çəkə də bilərəm. Yəni bilmirəm, baxacağıq artıq. Güvercinlər. Çox fena susuzam. Timur ən çox buranı sevir, yəni. Baxın, buram indisə saatlarla düşməyə bilər. Əyləncəmiz başlasın. $20 dəqiqədən çoxdur ki, Timuru yerləyirəm orada. Ata, get bax, sürüşkən. Gəl. Mən özüm burada yerlənərdim də, bura balacılar üçün mən diğer tərəfdə yerlənəcəm. Orada Timuru aparanda şey eləyir. İstəyir ki, öz otursun yerlənsin. Mən özüm oturda bilmirəm. Ona görə də anlaşılmazlıq olur.
Neyse biraz da yerlensin daha sonra sürüşək. Bura böyük uşaqlar üçün olduğu üçün Timur qorxdu. Bu böyük uşaqlar üçün imiş və mən yaşına diqqət etmədim. O isə qorxdu biraz. Heç olmaz. O tərəfdə yerləyərik. Burada balaca sürüşkənlər var. Bundan sürüşlərəcəm indi də. Bundan olar. Hoppa. Dönüb dolaşıb yenə yerlənçəyə gəldi. Mən sizə dedim də, Timur yerlənçədən əl çəkə bilmir. Əsas ona xoş olsun deyərək heç nə deyə bilməyəcəm Timura. İdman yerində mən normalda gəldim ki, yəni insan az olsun, daha rahat hərəkət edə bilim. Çünki açıq söz olmaq lazım olsa, kişilərlə bir yerdə, eyni yerdə olmaq istəmirəm yəni. Amma çox doldu yəni. İndi göstərə bilmirəm sizə təəssüflər olsun ki, amma o qədər doldu ki, yəni sanki axşam saatlardı, yəni axşam gəlsəm daha az adam olardı. Nəysə heç olmaz, bugünümüz yerimək olsun təkcə. Sabah isə artıq idman hərəkətlərinə başlayaram. Sabah daha tez gəlmək lazımdır demək ki, saat 7-dir, Timuru yedirtdim elədim deyə gec gəldik biraz. The next tour is göl. Özüm bilərəkdən belə dedim. İndi isə istəsəydik bütöv deyərdik. Çünki mənim xalam uşaqların İngiltərədədir. Yəni onlara görə məcbur ingiliscə bilirik. Və mən İspanca öyrənirəm. Bunu da sizinlə bölüşmüşdüm. İspancada bir xeyli irəliləmişəm. Hətta cümlə qurma səviyyəsindəyəm. Amma yəni tam bilmirəm. İnşallah ki, universitet imtahanından sonra hazırlıqlarla da İspan dilimizi gücləndirməyi düşünürəm mən. Kızlarım, vlogu biraz daha uzatmak isterdim. Ama Timur yattı. Normal yatma saatine göre daha tez yattı. Normalde 6'da duruşu 9'da yatardı. Saat 7:50'di ve Timur artık... Bir dakika, iş düzeldim. Ve Timur artık yatır yani. Bunun da park yorğunluğu olduğunu düşünürüm. Parkta herhalde çok yoruldu. O kadar oynadı falan. Çok çekebilmedim yani sonuçta bazı olduğu için çok şey diyebilmedim ama yine de. Ben idmanladım, ben izledim biraz falan. Yoruldu hem de evden çıktı. Şöyle tez yatdı Timur. Elə isə hər kəsə bay bay. Digər video və vloglarımızla görüşənə qədər mən də evə çıxıram indi. Direkt duş alıp dərs oxumağa başlayacağım. İspanca oxumalıyam bugün. Elə isə bay bay.